bir nəfər, yəni o da Rəsul Quliyevlə bağlıdır, amma deməyəcəm kim kimə deyib. Deyilənə görə Rəsul Quliyev bir nəfərin, yəni bir nəfərin valideyninin yanına ki, bəs bu qədər pul istəyib oğlum məndən, mən də vermişəm, buna bir qayda olsun filan. Sonra o həmin şəxs, valideyn çağırır o oğlunun yanına və deyirlər, bu Rəsul Quliyev özü daxil hər şey bizimdir, sənindir. Sənin olan niyə ondan istəyirsən ki? Bilirsiniz, o qədər gülməlidir ki, baş nazir bütün ölkə, demək ki, onun maliyyə resursları, onun demək açıq gizli bütün demək resursları və s. Sənlərində sən güya kimisə demək baş nazir, məsələn Rəsul Quliyevi təyin eləmək görə rüşvət arzı, o səviyyəsiz sualdır. Bir qədər də bilməməzlikdən irəli gələn bir məsələ, amma jurnalisti verir də indi. Mən baxmışdım, bilmirəm o sual o şəkildə deyil, amma başlığa çarpmışlar ki, Rəsul Quliyev. Məncə heç mətndə elə yoxdur. Mətndə də sual var və sizin cavabınız var sadəcə. Mətndə biraz fərqli idi. Bu sualı vermək düzgün deyil. Yəni bu bir qədər də açıqcası belə buna istehza eləyib, lağ eləyib də keçmək olar. Deməli, ümumiyyətlə, mən bir kasıb aildə böyümüşəm. Amma taledə gətirib çox pullar görmüşəm. Söhbət dövlətin pullarından gedir, əsas etibarilə təşkilatın pullarından gedir. Və belə suallar adətən çox pul görməmiş. Böhtan xarakterli məsələləri kənara var. Şəxslər tərəfindən verir, fikirləşirlər ki, məsələn, əgər bir şəxs dövlət katibi baş nazirsə necə ola bilər ki, rüşvət almasın və ya vəzifəyə kimsə gətirsin. Rəsul Quliyev məsələsi əlbəttə ki, sual verilməsi odur ki, xalq cəbhəsindən deyil və demək bizim, hətta bizə qarşı, bizim xalq cəbhəsində olan müəyyən dairələrə qarşı olub, yox, o vaxt hələ hakimiyyətdə təmsil olunmamışdı, olub və s. Etibar Məhmədovla əvvəldə onunla da bir qalmaqal var idi. Daha yaxın olub və s. Və birdən-birə niyə Rəsul Quliyev demək vəzifəyə gətirilib, hökumət vəzifəsinə gətirilib? Yeri gəlmişəm, bu bizim özümüzün öz işimizdə də indi də hətta qaldırılan verilən sualdır ki, acaba Rəsul Quliyevin o məştubat demişlər, nəyi demək o deyilir, məştubatın nəyi və dadı bu yad edir ki, onu vermişsiniz, indi də bu vəzifəni vermişsiniz. Mənim ondan əvvəl bu suallar əvvəllər veriləndə və mənim cavablarım olub ona ki, Rəsul Quliyevlə gəl işləmək lazım idi, ya onu məhv eləmək lazım idi. Belə bir mənim bu elə başlığa çıxarılan mövzulardan bir Rəsul Quliyevlə bunlar var. Rəsul Quliyev kifayət qədər 80-ci illərin ikinci yarısında və 90-cı illərin əvvəllərində kifayət qədər ortada olan figurlardan biri idi. O dövrdə iki Sovet dövründə olmuş bu direktorat deyək, bu fabrik-zavod direktorlar korpusu vardı. Onun iki siması vardı. Bir Vahid Axundov idi. O başqa bir fərqli idarəçilik üsulun, zehniyyətin təmsilidir. Bir də Rəsul Quliyev idi. Və Rəsul Quliyevin kifayət qədər o dövrdəki idarəçiliyə yeniliklər gətirmiş zavod direktorlarından biridir. Təkcə Rəsul Quliyevin adı korrupsiya və s. neft satışı və s. ilə hallandırılır, amma kifayət qədər zavodun bəli olmasında yeni idarəçilik metodlarını gətirmiş. Özü o dövrdə belə tam innovasiyalar idi. Belə bir söhbət 80-ci illərdə Sovet dönəmindən gedir. Və fəal adam idi və həqiqətən də o dövrdə bizim də əsas siyasi rəqabətdə olan Etibar Məmmədov partiyasında 90-cı illərdə, 91-92-ci illərdə çox ciddi bir resursu idi onların. Ona görə də ya biz dəfələr o məsələ müzakirə olunmuşdu, qaldırılmışdı, ya bunu da işləmək lazımdır. Yəni bir yerdə işləmək lazımdır. Ya da demək gərək bunu neytrallaşdıraq. İşləmək variantını seçdiniz. Neytrallaşdırmaq lazımdır. Sözün hər mənasında. Prezident Rəsul Quliyevi çoxdan tanıyırdı və təbii ki, Rəsul Quliyev Prezident Elçibəy nəzərdir. Rəsul Quliyevin neytrallaşdırılmasına razılıq verməyib. Sonra bunu vəzifə